Azərbaycan Xarici İşlər Nazirliyi İran ərazisindən Azərbaycanın Naxçıvan Muxtar Respublikasına dron hücumları barədə bəyanat yayıb və bəyanatda bildirilir. 5 mart tarixində günorta radələrində Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına İran İslam Respublikasının ərazisindən dron hücumları həyata keçirilib. Bir ədəd dron Naxçıvan Muxtar Respublikasının hava limanının terminal binasına, digər bir dron isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb. Hava limanının binasına zərər dəyməsi və 2 nəfər mülki şəxsin xəsarət alması ilə nəticələnən İran İslam Respublikası ərazisindən həyata keçirilən bu dron hücumlarını qətiyyətlə pisləyirik. Azərbaycan ərazisinə bu hücum beynəlxalq hüququn norma və prinsiplərinə ziddir və regionda gərginliyin artmasına xidmət edir. İran İslam Respublikası tərəfindən qısa müddət ərzində qeyd olunan məsələyə aydınlıq gətirilməsini, buna izahat verməsini və bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlər görməyi tələb edirik. Azərbaycan tərəfi müvafiq cavab tədbirləri görmə hüququnu özündə saxlayır. İran İslam Respublikasının Azərbaycandakı səfiri Müstəba Dəmirçulu Xarici İşlər Nazirliyinə çağırılıb, İran tərəfinə kəskin etiraz bildirilərək müvafiq etiraz notası təqdim ediləcək məlumatda qeyd olunur.